Hər vaxtınız xeyir olsun. Bu gün sizlərə AutoCAD dərslərindən trim əmri haqqında məlumat verəcəm. Trim əmri Modify menyusunun daxilində yerləşir. İlk növbədə bu əmri aktiv etmək üçün hansı üsullardan istifadə etmək olar, onları sizə bildirim. Birinci yol odur ki, mausun sağ düyməsi ilə bu əmrin üzərinə klikləməklə bu əmri aktiv etmək mümkündür. İkinci üsul isə ondan ibarətdir ki, demək Command menyusunda TR yazıb Enter-ə vurmaqla bu əmri aktiv etmək mümkündür. İndi isə bu əmrin iş prinsipi, istifadə qaydası haqqında sizə məlumat vermək istəyirəm. Sadə bir nümunələr üzərində göstərsək, iki müəyyən ölçüdə düzbucaqlı çəksək, lakin onlar bir-birinə kəsişən formada olmalıdır və bu kəsişən hissəni silmək üçün ən sadə üsul trim əmrindən istifadə etməkdir. Mausun sağ düyməsi ilə trim əmrinin üzərinə klikləyirik və kəsişən hissəni silmək üçün sadəcə həmin kəsişən hissənin üzərinə mausun sağ düyməsi ilə vurmaq kifayət edir və yaxud da ki, mausun sağ düyməsini basılı saxlayıb həmin xəttin üzərindən keçirməklə və buraxmaqla həmin silmək istədiyimiz hissəni də silə bilərik. Bundan başqa tutaq ki, bu fiqurun müəyyən bir hissəsində mərkəzdə müəyyən ölçüdə bir e, dairə çizmişik və bu dairənin içəriyə doğru olan hissəsini silmək istəyiriksə, o zaman yenə trim əmrindən istifadə edə bilərik və trim əmri ilə bu dairənin içəridə olan hissəsinin üzərinə vurmaqla həmin hissəni silə bilərik və yaxud da səhət hissəni də silib bu elementi bütövləşdirə bilərik. Yəni trim əmrinin işləmə qaydası, iş prinsipi bundan ibarətdir.